16 dekabr gecəsi mütəşəkkil cinayətkarlığa qarşı keçirilən xüsusi əməliyyat nəticəsində oğru aləmi ilə əlaqədə ittiham olunan 49 nəfər saxlanılıb. Onlardan 12-si məhkəmə qərarı ilə qabaqlayıcı həbs qətimkan tədbiri ilə həbs olunub. Ağır ittihamlarla üzləşən şəxslər 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası ala bilərlər. İstintaq məlumatına görə saxlanılan şəxslərin hamısı oğru aləminin hesablaşmalarında iştirak edib. Bəziləri mübahisələrin həlli üçün kriminal avtoritetlərə müraciət edib, digərləri isə hesablaşmaları təşkil edib. Məhkəmə salonunda sükutu pozan yeganə şəxs isə kriminal aləmdə İlqam Polneski kimi tanınan İlqam Hacıyevin 65 yaşlı atası Zilqəm Hacıyev olub. O özünü müdafiə edərək bildirib ki, yaxınlarının mübahisələrini kriminal avtoritet kimi deyil, icmanın ağsaqqalı kimi həll edib. 65 yaşım var və bugünə qədər heç vaxt qanunsuz hərəkətə yol verməmişəm. Ailə üzvlərimə minnətdaram ki, Gürcüstanda həmişə dürüst və ləyaqətli şəkildə yaşamışıq. Biz qanunlara hörmət edən insanlarıq. Mənə müraciət edənlər də yalnız ağsaqqal olduğuma görə müraciət ediblər. Mən kriminal avtoritet deyiləm, ağsaqqalam. Dürüst çalışıram. Heç kimdən pul almıram və heç kəsi zorla nəyəsə məcbur etmirəm. Əgər kimsədən pul alaraq onu kiməsə verməyə məcbur etdiyim sübuta yetirilsə, ömrümün sonuna qədər həbsdə qalmağa hazıram. Rayonda bütün polis əməkdaşları məni tanıyır və mən onlara dəfələrlə kömək etmişəm. Zilqəm Hacıyevin 10 min lari girov qarşılığında azadlığa buraxılması istəyini digərlərinin olduğu kimi hakim Teyona Ektaşvili təmin etməyib. Saxlanılan şəxslərin heç birisi irəli sürülən ittihamları qəbul etmirlər, lakin iş materiallarında gizli audio yazılar yer alır. No mən nə armad bu eləyib. Bak, şu yerdə ama. Telefonu götürmür gəl. Şola göndərdim doğru. Zilqəm Hacıyevin haqlarını müdafiə edən vəkil deyib. Müdafiə etdiyim şəxslə bağlı yalnız telefon danışıqları var. Bu onun öz borcu ilə bağlıdır. Təsdiqlənib ki, 2500 dolları həyat yoldaşından bir Azərbaycanlı şəxs götürüb və sadəcə onu geri qaytarmaq üçün ünsiyyət saxlayıb. Bizim mövqeyimiz budur ki, irəli sürülən ittiham üzrə o özünü təqsirli bilmir. Qeyd edək ki, polisin 16 dekabr gecəsi mütəşəkkil cinayətkarlığa qarşı keçirdiyi xüsusi əməliyyatda saxlanılan şəxslər arasında 10 nəfər Marniuli və Polnis sakinlərdir.